Salam ay oğul. Bax qardan alım. 5 ay bundan qabaq bax mənim bu evimi söküblər. Bax beləcənə taxtalar da qoymuşam ki, uçmasın. Bax orada yatdığım qıravatdır qardanam ay bala. Bu da yoğuran döşəmdir. Yağan yağış suyun içindədir. Hamısı yağan yağış yoğuran döşəmindədir. Mənə küllü miqdarda ziyan vurub bu adam. Mən Gəncə şəhəri çayın qırağında yaşayan Zeynalova Afət Firdovsi qızıyam. Qurban olum sizə. Bax bu da mənim yaşadığım yer. Maharət Mustafayev 5 ay bundan qabaq gəldi ki, xala, bənd çəkirik, 2 otağını ver, qoy bənd eləyək. Qardaşım da gəldi, Qarabağ 50'dir, Zeynalov Bahadur, tanıyarsınız bəlkəmdə. Bax bu da həmən o 2 otağımı arxasıdır, bax bu. 2 otağım olan yerdir. Bu qapını da qoymuşdum ki, oranı tutsun. Baba beləcənə 5 aydır. Maharət Mustafayev mənim evimi uçurdu. Nə zəngimə cavab verir, nə də ki pulumu verir. Razılaşmışdıq, 300 manatdan da komissiyaya təklif edir. Sənə qurban olum. Mümkünsə də mənə köməklik eləyin. Yeni ildə bax mən bu evdə yaşayıram. Ay oğul, qurban olum sizə. Çox sağ olun. Bütün veşim, vüşüm hamısı çöllərdə qalıbdı.